Hər şey adi idi. Ta ki bir astronom çap olunmuş məlumat kağızının üzərində qırmızı qələmlə bir söz yazana qədər. Vov. Bu sadə söz tarixə düşəcək bir hadisə oldu. Siqnal harada və necə aşkar edildi? Siqnal Ohio Dövlət Universitetinin Big Air radio teleskopu ilə qeydə alındı. Bu teleskop SETI proqramı çərçivəsində, yəni kosmosda ağıllı həyat əlamətlərini axtarmaq məqsədi ilə fəaliyyət göstərirdi. 1977-ci il avqustun 15-də gecə saatlarında teleskop 72 saniyə davam edən qeyri-adi güclü radio siqnalı qəbul etdi. Bu siqnalın xüsusiyyətləri 72 saniyədən ibarət, tezliyi 14-20 MHz, gücü isə normal kosmik fon siqnallarından təxminən 30 dəfə daha güclü idi. Bu tezlik təsadüfi deyil. 1420 MHz hidrogen atomunun təbii emissiya tezliyidir. Hidrogen kainatda ən bol elementdir. SETI tədqiqatçıları düşünürdülər ki, əgər hansısa sivilizasiya siqnal göndərərsə, bu tezlikdən istifadə edə bilər. Çünki bu kozmik ümumi dil kimi qeyd olunur. Siqnalın kodu 6YQUJ5 idi. Siqnalın gücü kompüter lentində bu kod kimi qeyd olunmuşdu. Bu radio intensivliyini göstərən alfanümerik kod idi. 6 zəif yüksəlişi, EQUJ pik intensivliyi, 5 rəqəmi isə siqnalın zəifləməsini simvolizə edirdi. Bu sanki uzaq bir nöqtədən gələn və sonra yox olan məqsədli bir ötürmə təsiri başlayırdı. Astronom Jerry Ehman bu nəticəni gördükcə cəb kağızının kənarına VOV yazdı. Siqnalın adı buradan gəldi. Siqnal haradan gəlirdi? Məlumatlara görə siqnalı oxatan Sagittarius bürcü istiqamətindən gəlirdi. Bu istiqamət Samanyolu qalaktikasının mərkəzinə yaxındır. Daha sonra ehtimal olunan mənbələr arasında iki günəşə bənzər ulduz göstərildi. Birincisi 2 Mars 19-28-1982, ikincisi 2 Mars 19-28-22-58 idi. Bu ulduzlar təxminən 1800 işıq ili uzalı yerləşir. Amma vacib məqam budur ki, dəqiq mənbə müəyyən edilə bilmədi. Niyə bu siqnal xüsusi sayılır? VOV siqnalını xüsusi edən 4 əsas səbəb var. Birinci səbəb dar tezlik zolağında, yəni təbii kozmik mənbələr adətən geniş tezlik spektrində yayım edir. İkincisi yüksək intensivliyi, üçüncüsü hidrogen xətti üzərində yerləşməsi və sonuncusu bir daha təkrarlanmaması idi. Bu xüsusiyyətlər onu süni mənbə ehtimalına yaxınlaşdırırdı, lakin elmdə maraqlı olmaq sübut demək deyil.